Əziz qardaşlar, inşallah ki, bugünkü söhbətimizdə Şəms surəsinin 7 və 9-cu ayələrinin təfsirinə baxmağa çalışacağıq. Belə ki, Allah Teala bu mübarək surənin həmin ayələrində belə buyurur. Bismillahirrahmanirrahim. Və nəfsi və mə səvvəhə fəəlhəməhə fucurəhə və təqvəhə qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Sadaqallahul azim. Yəni, ayət kəlmənin məalı bu şəkildədir ki, deyir, nəfsi və nəfsi yaradan və ona forma verən Allah Teala'dır. Və daha sonra nəfsə günahları və təqvanı da ilham edən Allah Teala'dır. Daha sonra bu şeylərə and içərək, yəni Allah Teala'nın qüdrətinə and içərək, digər ayədə isə Üzə Rəbbimiz buyurur ki, deyir, nəfsini günahlardan təmizləyən nicat tapmışdır, nəfsini günahlara batıran isə hüsrana uğramışdır buyurur. Yəni, həqiqətən də bir insan heç nəyi bilməsə, yəni dindən dərin bilgiyə sahibi olmasa, sadəcə bu ayət kəlməni bilməsi kifayət edər ki, o adam cənnəti qazana bilsin. Həqiqətən də yəni, çox böyük bir ayət kəlmədir. Yəni, deyilir ki, kim qardaş nəfsini təmizləsə, o nicat tapacaqdır, cənnətə gedəcəkdir. Kim də ki, nəfsini təmizləyə bilməsə, şəhvətinin istəklərinə tabi olsa, yəni nəfs nə istəyər? Nəfs günah işləmək istəyər də. Kim də ki, günahlar işləsə, o da deyir, cəhənnəmə gedəcəkdir, onun da aqibəti od, atəş olacaqdır deyə Üzə Rəbbimiz bu ayət kəlmədə bizlərə bildirmiş olur. Yəni, bu nə mənaya gəlir bu ayət kəlmə? O mənaya gəlir ki, əziz qardaşlar, insan övladı dünyada ruhuna bir bədən paltarı geyinibdir. Yəni, ruha geydirdiyimiz bir bədən paltarı vardır. Məsələn, biz əynimizə bir paltar geyindiyimiz zaman, yemək yeyəndə, gəzəndə falan, müəyyən işlər görəndə nə qədər çalışsaq ki, nə qədər çalışsaq ki, o paltarımız bulaşmasın, batmasın, mütləq şəkildə o paltar bir gün batacaqdır. 3 günə batmasa da 5 günə batacaq, 1 həftəyə batacaq, 10 günə bulaşacaq və kirlənəcəkdir. Və biz insanların da o paltarı daima təmizləməsi və yeniləməsi lazımdır. Eləcə də əziz qardaşlar, bu dünyada bizim ruhumuza geydirmiş olduğumuz o bədən paltarı da nə qarsaq da, nə inəsək də bu dünya həyatında bulaşacaqdır, günahlara batacaqdır. Yəni, istəsək də, istəməsək də müəyyən xətalarımız və səhvlərimiz olacaqdır. Ona görə də Allah Teala bu dünyada bizlərə əmr edir həmin ayət kəlmədə ki, nəfsinizi, yəni bədəninizi o günahlardan təmizləyin deyir. Diqqət edirsinizsə, günaha batmayın demir. Çünki istəməsək də biz o günahın içinə bir vaxt düşəcəyik. Ona görədir, o günahdan təmizlənin, yəni günahlardan qurtulun, tövbələrinizi artırın və nəfsinizi də tərbiyə etməyə davamlı çalışın. Çünki, əziz qardaşlar, dünya sözü alçaq mənasına gəlməkdədir, aşağı mənasına gəlməkdədir. Yəni, orada sən nə qədər, belə deyək ki, müsbət mənada qalmağa çalışsan da, müəyyən bir səhvlərin, xətaların olacaq. Ona görə də sən nəfsini davamlı təmizləməyə çalış ki, o xətalardan maksimum dərəcədə uzaq durmağa bacarasın. Yəni, bu mənada Allah Teala bizlərə bunu bildirir. Yəni, əziz qardaşlar, baxdığımız zaman biz insanlar bu dünyada bir ticarət içərisindəyik. Yəni, Allah Teala ilə cənnətdən bir torpaq almaq üçün müəyyən bir ticarət etməkdəyik. Təsəvvür edin ki, tutaq ki, bir adamın milyonlarla manat pulu var. Yəni, çox varlı bir insandır, zəngin bir insandır. O adam istəyir ki, çox böyük bir işə girişsin. Yəni, çox böyük bir işə girmək istəyir. Biznes qurmaq istəyir özünə. Götürür bütün pullarını, bütün yığdıqlarını hamısını gətirir, ortaya qoyur. Baxır ki, bu biznes o qədər böyükdür ki, bunun milyonları onu qurmağa kifayət etmir. Sonra gedir evin satır, eşiyin satır, maşının satır, qohumdan, dostdan borc alır, yığır, sonra gedir o biznesi qurmağa başlayır yavaş-yavaş. Əziz qardaşlar, həmin adamın qarşısında 2 yol var. Ya o biznesdə uğurlu olacaqdır, ya da o biznesdə, əleyhissalam, müflis olacaqdır. 2 yolu var. Təbii ki də o boyda sərmayə qoyubdur, milyonlarla pul qoyubsa, demək ki, o həmin biznesdə uğurlu olmaq üçün var gücü ilə çalışacaqdır. Yəni, nə qarım, nə edeyim, o biznesin mənim batmasın deyə düşünəcəkdir. Çünki bunun evi gedibdir, maşını gedib, pulu, hamısı bunun içərisindədir. Mütləq oradan uğurlu çıxmalıdır. Eləcə də əziz qardaşlar, biz insanlar da eyni zamanda bir ticarət qurmağa çalışırıq. O ticarət də budur ki, cənnətdə özümüzə bir rahatlıq tapmaq üçün, cənnətdə özümüzə bir yurt tapa bilmək üçün bir ticarət qurmaqdayıq və həmin o milyonçu insandan fərqli olaraq
biz nəinki pulumuzu, nəinki evimizi, hətta canımızı belə orada ticarətin ortasına qoymuşuq ki, orada uğur qazana bilək. Yəni təsəvvür edin ki, həmin biznesmen nə qədər diqqət göstərirsə bu işə, bizim də o şəkildə diqqət göstərməyimiz lazımdır ki, heç nəydən olmayaq. Özü də təsəvvür edin ki, o adam pullarını da itirə bilər, evini də itirə bilər, amma yenidən çalışıb o evini qura bilər, əgər müflis olarsa. Amma biz əgər itirsək bu ticarəti, yəni dünyanı köçəndən sonra, biz öldükdən sonra, əgər biz o ticarətdə, yəni dünya imtahanından müflis olaraq ayrılsaq, o zaman bizim təlafimiz olmayacaq, əziz qardaşlar. Yəni təsəvvür edək ki, ticarəti uğur qazansan, əbədi səadət diyarı, cənnət diyarı sənin qabağındadır. Yox, əgər uğursuz olsan, müflis olsan, əbədi cəhənnəm vardır. Ona görə hər birimizə bu məsələdə çox diqqətli olmağımız lazımdır, əziz qardaşlar. Ona görə də nəfsi tanımağımız lazımdır. Məsələn, bir adam ticarət qurursa, ticarət edirsə, ilk öncə ortaqlarını yaxşı tanıması lazımdır. Çünki səni ən pis aldada biləcək insan sənin ortağın ola bilər, əziz qardaşlar. Yəni, elə bir şəkildə aldadar ki, səni bütün pulunu, var-dövlətin alıb əlindən səni müflis vəziyyətə sala bilər. Ona görə ortağını yaxşı tanımalısan. Bizim də axirət ticarətində bir ortağımız var. O da nədir? O da nəfsdir, əziz qardaşlar. Yəni, nəfs bizim ortağımızdır. Ona görə biz də bu ticarətdən uğurlu çıxmaq istəyiriksə, nəfsimizi mütləq tanımağımız lazımdır. Ona görə də, əziz qardaşlar, nəfsimizi tanıyıb, onu düzgün tərbiyə etməyimiz lazımdır. Məsələn, keçən dəfə bir qardaş söhbət eləyir. Deyir ki, mənim bir iş yoldaşım var. 5 gün elektrik işləyir, 6 bazarı isə istirahət günləri olur deyə gedir əlavə levi işlər götürür ki, daha çox pul qazansın. Deyir, bundan soruşanda ki, sən namazlarını vaxtında qıla bilirsənmi, namazlarına riayət edirsənmi deyə soruşanda qayıdır, cavab verir ki, yalnız fərzləri qılıram deyir, sünnələri qılmıram deyir bu şəkildə. Yəni, yalnız 5 vaxt namazı qılıram, əlavə bir namaz qılmıram deyə cavab verir. O zaman deyir, mən ona sual verirəm ki, sən deyir, daha çox pul qazanmaq üçün nəinki 5 günü, hətta 6 bazarı da deyir işləyirsən, amma daha çox savab qazanmaq üçün deyir, 5 namazdan əlavə 1-2 dənə də namaz qılmırsan ki, savabım çox olsun. Yəni, bu nədir? Bu o mənaya gəlir ki, nəfs insanı həmişə dünyaya yönəldir və dünya işlərində səni maksimum dərəcədə çalışdırmağa çalışır. Amma axirət işlərinə gələndə isə nəfs həmişə ən azı ilə, ən azı ilə kifayətlənməyə çalışır ki, səni maksimum dərəcədə ibadətlərdən uzaqlaşdırsın. Ona görə buna diqqət etməyimiz lazımdır. Məsələn, bir Quran-ı Kərim başqa ayəsini desək, tam yerinə düşər, əziz qardaşlar. Bəqərə surəsi 149-cu ayəsində orada Talut adında bir hökmdardan bəhs olunur ki, həmin müsəlman hökmdarı əmr olunur, Allahdan vəhiy gəlir ki, sən bəs öz əskərlərini də götürüb, Calut adında zalim bir hökmdar var, onunla deyir, döyüşməlisən. Bir müharibə əmri olur onlara. Daha sonra Talut komandir də əskərləri ilə bərabər yola çıxır, səfərə çıxır, döyüş hazırlığında olur. Yolçuluq əsnasında bir çayın üzərindən keçir. Bəli, həmin çayın üzərindən keçəndə Allahdan vəhiy gəlir ona. Deyir ki, bəs əskərlərinə vəhiy elə ki, həmin çayın suyundan yalnız bir ovuc içə bilərlər. Yəni, bir ovucdan artıq içsələr, mən onları deyir, məğlub edəcəm, məğlub vəziyyətə salacam. Bunu onlara başa salır komandir. Amma əskərlərin yarısından çoxu susuz olduqları üçün gedirlər həmin çayın suyundan nəinki bir ovuc içirlər, yəni doyana qədər hətta doyduqlarının artığını da içmiş olurlar, əziz qardaşlar. Və bundan sonra həmin Quran-ı Kərim ayəsində qeyd olunur ki, deyir, o əskərlər çox içdilər deyir orada və həmin içmələri səbəbilə də, yəni nəfslərinə tabi olduqları üçün onlar nə eləmiş oldular? Həmin döyüşdə əksəriyyəti məğlub olmuş oldu. Amma o ki, bir ovuc içənlər var idi, həmin bir ovuc içənləri isə Allahın köməyi ilə orada qalib gəlmiş oldular, qələbə qazana bilirlər. Yəni, əziz qardaşlar, burada eyni zamanda bizə verilən bir mesaj var. Yəni, o mesaj nədən ibarətdir? O mesaj ondan ibarətdir ki, əziz qardaşlar, orada olan çay var idi ki, həmin çay dünya həyatını təmsil edir. Yəni, o çay dünya həyatıdır. Allah Teala o çaydan bizdən bir ovuc içməyimizi istəyir. Yəni, bir ovuc nədir? Dünya həyatından sadəcə bizə kifayət edəcək qədər istifadə etməyimizi istəyir. Yəni, bir ovucdan artıq içsək, yəni dünyanın tam dərinliyinə dalsaq, dünya nemətləri bizə azdıracağını deyir Allah Teala. Və daha sonra
Orada bizlərə o bildirilir ki, yəni sənin nəfsin elə bir məhfumdur ki, o həmişə ən artığını istəyəcək, ən çoxunu istəyəcək, amma Allah Taala'nın əmr etdiyindən də ifrata varmamaq lazımdır. Necə ki Allah Taala buyurur, dünya həyatından özünə yetəcək qədərlə kifayətlən. Biz də o zaman tam dərinliyinə getməməliyik, özümüzə yetəcək qədərlə kifayətlənməmiz lazımdır. Daha sonra Qələm surəsindən bir ayə misal vermək olar. Qələm surəsi 19-20-ci ayələrində əziz qardaşlar, Allah Taala'dan orada bizə xəbər verir, bağ sahiblərindən xəbər verir bizlərə. Deyir, o bağ sahibləri əkin biçməyə gedirlər, deyir. Əkin biçməyə getdikləri vaxtda onlar qardaşlar olurlar və qardaşlar bir-birinə deyir ki, və səhər tezdən tez duraq gedək ki, əkini biçməyə. O zaman orada kasıblar bizdən gəlib yardım istəməsin. Yəni gedək əkini tez biçək ki, orada kasıblar olar, birdən bizdən buğda istəyərlər, bizdən kömək istəyərlər. Onların gücü çatmaz o buğdanı, arpanı əkməyə. Biz onlara köməklik etməmək üçün, qoy onları görməyək, qabağımıza çıxmasınlar, bizdən heç nə istəməsin deyə səhər tezdən durub gedək əkinimizi biçək deyirlər. Amma Allah Taala buyurur ki, deyir, sırf bu cür onlar deyir, nəfslərinə tabe olduqları üçün paylaşmağı sevmədiklərinə görə deyir, mən onların əkinlərini deyir, həlak etdim deyir. Təsəvvür əziz qardaşlar, səhər-səhər dururlar, gedirlər, baxırlar, görürlər ki, Allah Taala əkin sahəsini yerlə bir edibdir. Əkin sahəsində heç nə qalmayıb, yəni heç bir məhsul qalmayıb. Yəni burada Allah Taala bizə ona mesaj verməyə çalışır ki, siz də deyir, nəfsinizin əsiri olarsınızsa, siz də deyir, xəsis olarsınızsa, o zaman deyir, mən sizin malınızı tələf edəcəm deyir. Yox, əgər siz paylaşarsınızsa, paylaşdığınız zaman deyir, mən sizin malınızı artıraram bu şəkildə. Yəni, başqa bir ayət kəlmə var, Nəhl surəsi 97-ci ayə. Orada çox gözəl bir ifadə var, əziz qardaşlar. Nəhl surəsi 97-ci ayəsində Allah Taala buyurur ki, deyir, istər kişi olsun, istər qadın olsun, deyir. Bir insan, deyir, yaxşılıq edərsə, mən onun həyatını gözəlləşdirəcəm, deyir. Yəni, həyatını gözəlləşdirəcəm və onun etdiyi yaxşılıqlara da qat-baqat artığı ilə deyir, mən onu müjdələyəcəm. Yəni, həqiqətən də bu ayədə bizə mesajdır ki, yəni nəfsimiz bizə aldatmasın. Nəfs həmişə adamı aldadır ki, və sən həmişə heç kimə köməklik eləmə, özüvə yığ saxla, hər şey səndə yaxşı olacaq deyir. Amma Allah Taala ayət kəlmədə deyir ki, kim paylaşmağı deyir, vərdiş halına gətirərsə, adət halına gətirərsə, o zaman deyir, mən ona qat-baqat artığını verəcəm və ən əsası da buyurur ki, mən deyir, onun həyatını gözəlləşdirəcəm. Yəni, bu da bizim üçün bir müjdədir, əziz qardaşlar, Allah tərəfindən verilən. Digər bir ayə var, əziz qardaşlar, Quran-ı Kərimdə. Əraf surəsi 175-176-cı ayədən söhbət gedir orada. Əraf surəsi 175-ci ayədə buyurulur ki, orada Bəlam bin Baura adında bir insandan xəbər verilir bizlərə. O da kimdir, əziz qardaşlar? O da Həzrət Musa aleyhissalam zamanında yaşayan bir alim bir insandır. Bəlam bin Baura çox alim bir insan olur. Həm də təqvalı olur, imanı güclü olur, imanlı bir şəxs olur. Bu zaman Həzrət Musanın düşməni olan bir hökmdar gəlir onun yanına deyir ki, bəs sən çox böyük bir adamsan, sən alim bir adamsan, gəl sənə çoxlu var-dövlət verim. Sən bu var-dövləti götür və Musaya bəddua elə. Çünki mən nə qarıram, Musaya qalib gələ bilmirəm. Bəlkə sənin bədduandan Musa mənim qarşımda məğlub olar deyə ondan bir yardım istəyir. Yəni, görün, əziz qardaşlar, müsəlman bir insan, alim bir insan, təqvalı bir insan ilk öncə rədd eləsə bu təklifi, sonradan o təklifi qəbul eləyir və beləcə Həzrət Musaya bəddua edir. Təbii ki, Allah Taala o insanın bədduasının Peyğəmbərini qoruyar, onu qəbul etməz. Amma bu əsnada o bəddua edir, onun etdiyi bəddua özünə qayıdır və beləcə onun elmi də əlindən çıxır, təqvası da əlindən çıxır və imanı da əlindən çıxmış olur. Yəni, təsəvvür edin, əziz qardaşlar, bir adam neçə illərdir ibadətlə məşğul olur, dinin dərinliklərini öyrənir, amma bircə dənə nəfsinə qalib gələ bilmədiyi üçün o adam zəlalətə düşmüş olur, yolunu azmış olur. Ona görə də biz də heç vaxt namazlarımızı, ibadətlərimizə güvənməməliyik. Yəni, mən filan qədər ibadət eləmişəm, filan qədər mənim biliyim var deyib, özümüzə arxalanmamalıyıq. Bir gün elə olar ki, nəfsimiz bizi elə alladar ki, biz də o adam kimi Allah qorusun yolumuzdan çıxa bilərik. Ona görə də hər zaman bir insanın nəfsini, belə deyək ki, vəsvəsələrindən uzaq durmağa çalışması lazımdır, əziz qardaşlar. Yəni, bu mənada bu kimi məsələlərə diqqət yetirərək Allah Taalaya dua edək ki, bu məsələləri bizim hamımızı agah eləsin inşallah. Digər məsələ də, əziz qardaşlar, bir dənə ayəni də deyək, o ayəyə də yekunlaşdıraq. Həmin ayə də budur ki, Məryəm surəsi 59-cu ayədir. Məryəm surəsi 59-cu ayədə deyir ki, onlardan sonra deyir, elə bir dövr gəldi ki, deyir, onlar namazlarını deyir, zay etdilər deyir. Və namazlarını zay etdilər
Və buna qarşılıq da deyir, onlara cəhənnəm atəşinə gedəcəklər deyir. Yəni təsəvvür edin, ayədə namazı buraxdılar demir, namazı zay etdilər deyir. Yəni namazın içini boşaltdılar, namazlarını belə deyək ki, əhəmiyyət vermədilər, qəzaya saldılar, bu mənaya da gəlib çıxa bilər. Namaz qıldılar, amma nəfslərinin istəklərinə tabe oldular. Bu şəkildə bir ayət kərimə var. Həqiqətən də bizim də bu mənada diqqətli olmamız lazımdır. Yəni biz heç vaxt namazımızı boş keçirməməliyik, namazlarımızı vaxtında qılmalıyıq. Nə vaxt ki, azan verildi, çalışmamız lazımdır ki, tez bir zamanda bu namazı əda eləyək. Məsələn, bir rəvayətdə qeyd olunur, deyir, bir nəfər adam səhər-səhər yatıb qalır, namaza dura bilmir. Namaza dura bilmədiyinə görə səhər-səhər başlayır ağlamağa, ancaq ağlayır, deyir, ya Rəbbi, mən nə günah işlədim, namaza dura bilmədim, mənim nə günahım var ki, sən məni hüzuruna qəbul eləmədin deyə ağlamağa başlayır. Daha sonra sabahsı günü bir də baxır ki, başqa birisi onu yuxudan durğuzmağa çalışır. Yuxudan durandan sonra soruşur ki, sən kimsən? O da qayıdır ki, deyir, mən şeytanam deyir. Mən şeytanam, səni namaza durğuzuram deyir. Bu şəkildə ona bildirir. Adam da təəccüblənir ki, deyir, şeytan normalda adamı namaza vaxtını keçirməyə çalışar, namazdan yayındırmağa çalışar. Amma deyir, sən mənə nə əcəb deyir, bu namaza durğuzursan? Bu şəkildə ondan soruşanda şeytan qayıdır ki, dünən sən deyir, namaza dura bilməyəndə o qədər deyir, sən ağladın ki, namaza dura bilmədiyin üçün. Allah Teala deyir, sənə bir namaz əvəzinə 1000 dənə namazın savabını yazdı deyir. Mən ona görə deyir, qorxdum ki, sənə bugün durğuzum, heç olmaya deyir, bir dənə namazımın savabını qazan. Yəni, sən mənim düşmənimsən axı deyir, heç olmaya bu şəkildə sənə bir yaxşı yoldan uzaq qoymuş olum deyir. Yəni, əziz qardaşlar, dolayısıyla sonda onu qeyd edək ki, həqiqətən nəfsimiz bizi hər zaman azdırmağa çalışmaqdadır və ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə Allah Teala'ya nəfsinin şərrindən sığınırdı. Zikirlərində həmişə Allah Teala'ya dua edər ki, nəfsimizdən bizi mühafizə elə. Məsələn, bir dəfəsində deyir ki, Allahumma alimul qeybi və şəhadə, fatirəs səmavati vəl ard, Rabbə kullə şeyi və məliku, Allahumma inni əuzu bikə min şərri şeytani və şirki. Daha sonra, yəni bu o deməkdir ki, əziz qardaşlar, yəni ya Rəbbi, sən məni nəfsimin şərrindən mühafizə elə, məni şeytandan mühafizə elə, ya Rəbbi, sən bizləri şirkdən mühafizə elə deyə Allah Teala'ya dua edərmiş. Daha sonra Allah Teala'ya Peyğəmbər sallallahu aleyhi ve sellem dua edərmiş ki, ya Rəbbi, sən bizi bir göz qırpımında belə nəfsimizlə baş-başa buraxma, öz nəfsimizə ziyan vurmaqdan, başqa insanlara ziyan vurmaqdan sən bizləri mühafizə elə deyə Allah Teala'ya həmişə o şəkildə Peyğəmbərimiz dua edərmiş. Ona görə, əziz qardaşlar, biz də Allah Teala'ya dua edək ki, hər zaman bizlərin imanımızı kamil eləsin inşallah. Allah Teala'ya dua edək ki, hər zaman nəfsimizə qalib gələn bəndələrdən olmağı bizlərə nəsib eləsin inşallah.